Qeyd eləmək istəyirdim ki, mən ixtisasca fransız dili müəllimliyi üzrə təhsil almışam Azərbaycan Dillər Universitetində və hərbi xidmətdən sonra magistraturada təhsil almaq üçün Fransanın Strasburq şəhərinə getmişəm və orada təxminən 2 il magistratura təhsil aldıqdan sonra bir müddət qısa olaraq fransız dili ixtisası üzrə orta məktəbdə müəllim işləmişəm. Amma mənim uzun illər daha çox həvəsləndiyim sahələr informatika sahəsi və maşınqayırma sahəsi idi. Yəni artıq günümüzün ən önəmli mövzuları getdikcə proqramlaşma, mobil tətbiqlər, informatika sahəsi olduğu üçün artıq məndə belə bir fikir yarandı ki, mən humanitar sahədən artıq təbiət elmlərinə doğru getməliyəm. 2013-cü ildə mən Almaniyanın Duisburg Essen Universitetinə qəbul oldum və düşündüm artıq mən sırf olaraq ixtisasımı dəyişməliyəm və dəqiq sahələrdən, xüsusilə informatika sahəsində təhsil almağa başlayacağam. Bu mənim üçün daha çox uğurlu bir gələcək vəd edirdi. Çünki mühəndislik ən prioritet, ən önəmli sahələrdən biridir. Çox sevinirəm ki, mühəndisliyin informatika sahəsində, xüsusilə də software mühəndisliyi, software proqramlaşma sahəsində ingilis və alman dilində təhsil aldım. Və bir qədər təvazökarlıqdan uzaq olmasın, mən 3 dildə təhsil almışam. Həm fransız dilində, alman və ingilis dillərindən universitet bitirdiyim üçün düşünürdüm ki, informatika mənim üçün daha uğurlu gələcək bir vəd edəcək. Yenə də sevinirəm ki, bu sahədə kifayət qədər özümü görürəm və hal-hazırki müasir dövrün ən vacib mövzularından daha ikisini süni intellekt və kiber təhlükəsizlik sahəsində praktik olaraq müəyyən işlərim və təcrübələrim var. Maraqlı mövzudur. Gündəlik həyatımızda kiber təhdidlər artıq demək olar ki, dəfələrlə rastlaşdığımız bir haldır. Mən bir qədər klassik formaya üstünlük verərdim. Hal-hazırda bilirsiniz, kiber təhlükəsizlik sahəsi o qədər inkişaf edib ki, yeni proqramlar, yeni platformalar, tətbiqlər var ki, artıq bunun texniki tərəfini öyrənmək müəyyən çətinliklər yarada bilər. Ona görə klassik üsullardan daha çox istifadə olunur. İnsanlar daha çox ağır şifrələrdən istifadə olunmalıdır və çox funksiyalı insan tanıma, yəni multi-faktor authentication deyilən burada SMS, insan üz tanıma və digər metodlarla identifikasiya metodlarına istifadə olunmalıdır. Təəssüf olsun ki, xüsusilə də Azərbaycanda daha çox eşitdiyim maliyyə sahəsində şəxsi məlumatların və şəxsi kodların alınması üçün cəhd artıq qlobal problemə çevrilmişdir. Bununla bağlı biz dəfələrlə istər televiziyada da, istər müsahibələrimizdə demişdik, insanlar bununla bağlı çox diqqətli olmalıdırlar. Bütün məlumatlarının, kart məlumatlarının, şəxsi identifikasiya nömrələrinin paylanmaması üçün çox diqqətli olması lazımdır. Mən qısa bir təcrübəmi bölüşmək istəyərdim. Çalışdığım ölkənin istehsal sahəsində, yəni uzun illər Standard şirkətində çalışmışam və bu sahədə istifadə olunan süni intellekt metodlarına qarşı yanlış əmrlərin icra olunması ilə buna cəhd, müəyyən manipulyativ hərəkətlər, yəni yanlış istehsala cəlb olunma və sair məsələlərini artıq eksperimentdə, nümunələrdə dəfələrlə görmüşəm. Hətta bir dəfə istehsal vaxtı təhdid nəticəsində, kiber təhdid nəticəsində süni intellektin funksiyasının zəifləməsi və yanlış funksiya yaratması bizdə artıq ciddi bir rezonans olmuşdur və ondan sonra biz artıq daxili informasiyanın qorunması, xüsusilə də xüsusi tunellərdən, xüsusi giriş tunellərindən daxili məlumatların qorunması üçün xüsusi qurğulardan, VPN-lərdən, firewall sistemlərindən geniş istifadə olunması və daha mürəkkəb sistemlərdən istifadə olunması üçün artıq daxili qaydalara müzakirəsindən başlamalıdır. Ümumiyyətlə, bizim informatika sahəsində çalışan insanlara ən çox veriləcək suallar, bəs əgər süni intellekt həyatımızda bir çox fəaliyyət sahələrini əvəz edərsə, sonda insanların işsizlik məsələsi daha çox insanları narahat edən mövzulardır. Bilirsiniz, qısa olaraq onu demək istəyərdim ki, süni intellektin yaranma səbəblərindən birincisi insanın fiziki imkanlarını azaltmaq, yəni insanın görə biləcəyi, enerji sərf edə biləcəyi işlərin süni intellektlə əvəz olunması mövzudur. Bu bir çox sahələri bu 2-ci Dünya müharibəsindən sonra artıq geniş istifadə olunmağa başladı. Bu istər istehsalla bağlı olsun, istər insanın gündəlik həyatı ilə bağlı olsun, artıq süni intellekt bu sahəyə inteqrasiya etməyə başladı. Mən bunu uğurlu bir iş kimi hesab edirəm. Artıq tikintidə, istehsal sahələrində olsun, insan təhlükəsizliyini mübarizə aparmaq üçün, insan təhlükəsizliyinə qarşı mübarizə üçün süni intellektin bir çox texniki qurğularında istifadə olunur, hansı ki, bu qurğularda insan ölümü daha çox artıq görünürdü və onların süni intellektlə əvəz olunması, xüsusi yük, logistik sistemlərlə yük daşımalarında
hündürlüyə qalxma, yaxud da ki, riskli hərəkətlənmə, simulyativ hərəkətlənmə sistemində süni intellektdən artıq geniş istifadə olundu. Qlobal dünyamızda, çağdaş dünyada artıq bütün sahələrdə demək olar ki, bunun şahidi oluruq. İstər logistika olsun, istər insan fəaliyyətinin bütün sahələrində süni intellektdən istifadə olunması. Çox təəssüf olsun ki, süni intellektin inkişaf etdiyi bir tarixdə kiber problemlər artıq ortaya çıxdı. Kiber təhdidlər, süni intellekt qurğularının, süni intellektlə təsis olunmuş sistemin yanlış yönləndirilməsi, anomaliyası problemləri artıq gündəlik həyatımızda daha çox eşidilməyə başladı. Mən düşünürəm ki, artıq mənim şəxsi fikrimdir, əlbəttə tam süni intellektlə təsis olunmamış bir çox sahələr var. İnsanların şəxsi məlumatlarının tam qorunması üçün, hər kəs üçün onlayn virtual depoların yaradılması hələ tam təəssüf olsun ki, yaranmayıb. Bəzən sual verirlər ki, müəyyən enerjinin saxlanılması, hətta forumların birində belə bir sual verilmişdi mənə. Serverlərdə olan istiliyin yığılması və sonra ondan istifadə olunmasına bağlı hansı süni intellekt nəzəriyyəsi yarana bilər? Təbii ki, bu təəssüf olsun ki, hələ bu sahədə uğurlu bir inkişaf nəzərə çarpmır. Yəni istiliyin saxlanılması və müəyyən müddətdən sonra istiliyin depodan ayrılması və insanların istifadəçi üçün verilməsi, yaxud da ki, hər bir insan üçün öz daxili informasiya, öz daxili şəxsi məlumatların toplanması üçün virtual süni intellekt vasitəsilə virtual depoların yaradılması məsələsi gündəlikdə də hələ bu sahədə inkişaf yeni mərhələyə qədəm qoyur. Düşünürəm ki, süni intellekt inkişafı insanları narahat etməməlidir. Ən riskli sahələrdə süni intellektdən əvəz olunması daha bir gözəl nümunə olardı. Bəli, bizim əsas prioritet mövzularımız hər zaman süni intellekt, kiber təhlükəsizlik sahəsində ölkəmizə təcrübələrin paylaşılması məsələsidir. Mən yeri gəlmişkən təxminən 2 il bundan əvvəl Dünya Azmanlı Alimlər Cəmiyyətinin tədbirli Bakı forumunda gənc nəsil nümayəndələri ilə onların təcrübələrinin Azərbaycandan bölüşməsi, beynəlxalq arenada istifadə olunan təcrübələrin Azərbaycana gətirilməsinə bağlı geniş bir müzakirədə iştirak etmişdim və təkliflərim var idi. Mən öz yaşadığım ölkənin xüsusi təcrübəsini bölmək istəyərdim. Burada elm, təhsil və sənaye təcrübəsi daha uğurlu bir gələcək vəd edirdi. Yəni Almaniyada elm, təhsil və sənaye mübadiləsi mövzusu, qarşılıqlı vəhdət bu mövzu artıq süni intellekt sahəsində kifayət qədər böyük inkişafa gətirdi. Akademik sahə ilə özəl sahənin, istehsal sahəsinin qarşılıqlı vəhdəti burada müəyyən qədər akademik sahənin inkişafı, daha sonra təcrübələrin yığılması sahəsində süni intellektlə və digər informatika ilə bağlı olan sahələrdə inkişafı xüsusi nəzərə çatdırırdı. Mən təklif edirdim ki, Azərbaycanda özəl sahələrdə süni intellektin daha geniş istifadə olunduğu sahələrdə platformalar, proqramlar, mobil tətbiqlər və s. burada akademik camiənin cəlb olunması, tələbələrin cəlb olunması, universitetlərdə seminarların verilməsi, peşəkar insanların universitetlərin elmi tədris mərkəzlərində yaxından iştirak etməsi, texniki təminat sistemlərinin universitetlərdə texniki təminatın genişləndirilməsi, ən əsası qeyd etdiyim kimi elm, sənaye vəhdətinin yaradılması üçün peşəkarların universitetlərdə daim seminarlar verilməsi, qarşılıqlı işləməsi bizim gələcəkdə peşəkar süni intellekt sahəsində təcrübəli insanların yetişdirilməsinə gətirib çıxaracaqdır. Süni intellekt bir qədər geniş məfhumdur. Bəzən düşünürlər ki, biz süni intellekt öyrənmək üçün yalnız proqramlaşmanı öyrənməliyik. Təəssüf olsun ki, bu belə deyil. Süni intellekt elə bir məfhumdur ki, elə bir fenomendir ki, bu hər tərəfli düşünə bilən, həm fərqi yoxdur, istər onlayn formada, virtual formada, istər real həyatda sensorlar olsun, robotlar olsun və s. hər biri yüksək peşəkarlıqla hazırlanmış bir fenomenlərdir. Təklif edərdim ki, universitetlərdə süni intellektlə bağlı dərslərin intensiv keçirilməsi, peşəkar müəllimlərin tədrisə cəlb olunması, eyni zamanda qarşılıqlı olaraq özəl şirkətlərlə və Azərbaycanın bu sahədə peşəkarlaşmış şirkətlərlə qarşılıqlı işləmək təcrübəsi olsun. Burada bir təcrübəmdən yola çıxaraq belə bir tövsiyəmi verərdim ki, ümumiyyətlə kiber təhlükəsizlikdir, süni intellekt bu mövzuları düşünərkən yalnız proqramlaşma düşünməsinlər insanlar. Yəni bu bir internet mövzusu olsa, informatika mövzusu olsa da burada geniş bir məfhum var. Kiber təhdidlərlə bağlı danışarkən təbii ki, burada informatikada istifadə olunan xüsusi platformalar var, xüsusi proqramlar var, tətbiqlər var. Amma bu bir geniş mövzudur. Ümumiyyətlə, hal-hazırda Avropada
chatbot deyilən, botnet deyilən bir anlayış yaranıbdır. İnsanları təhdidlərin haradan gəlməsini müəyyənləşdirmək üçün bu botnet şəbəkəsi xüsusi yaradılmış süni intellektlər vasitəsilə yaradılmış və təhdidlərin haradan gəldiyini müəyyən etmək üçün xüsusi bir metodlar hazırlanırlar. Yəni burada təbii ki, sürətlə bağlı, yəni burada fiziki qanunlar var, burada mexaniki qanunlar var, burada həm informatik proqramlaşma, kodlaşma var və s. Mən təklif edərdim ki, kiber təhlükəsizliyi ümumiyyətlə süni intellektlə bağlı yalnız bir sahə üzrə ixtisaslaşmış yönümdə sertifikasiya etməsinlər. Universitetdə bəzən tələbələr bununla bağlı müəyyən şikayətlər deyirlər ki, biz mühəndis olaraq informatika mühəndisi olmaq istəyirik, amma bizi daha çox fizika ilə, mexanika ilə, yaxud da ki, elektrik sahəsinə daha çox materiallar var, çox çətin materiallar var. Mən düşünərdim ki, hər tərəfli yetişmək üçün kiber təhlükəsizliklə bağlı fərq yoxdur bütün sahələrlə mühəndislik, bütün sahələrlə peşəkar bir mühəndis olmaq üçün təkcə bir yönüm kifayət etmir. Bir çox yönümlərdə həm nəzəri, həm texniki biliklərin olması çox vacibdir. Təklif edərdim ki, hal-hazırda dünyanın gəngini alan kiber təhlükəsizlik, hücumlar və təhdidlərlə bağlı geniş bir ən azından nəzəri biliklərinin olması çox vacibdir. Eyni zamanda əgər bu sahədə yetişən mütəxəssislərimiz gələcəkdə özünü kiber təhlükəsizlik sahəsində peşəkar mütəxəssis kimi yetişdirmək istəyirlərsə, təbii ki, bir çox müasir texnologiyanı öyrənməkləri çox vacibdir. Bəli, tövsiyələrim var təbii ki. Yəni mən hər zaman görüşlərdə bu məsələni qaldırmışam. Biz xaricdə yaşayan mühəndislər olaraq, xüsusilə də bu mövzunun, bu sahənin insanları olaraq öz dövlətimizə hansı töhfələr verə bilərik? Bizim ən aktual, bizim ən düşündürən, ən vacib mövzulardan biri də məhz budur. Son illərdə Diaspora Komitəsinin xətti ilə Azərbaycanın xaricdə yetişən mütəxəssisləri, sahə insanlarının forumları keçirilir. Bu forumlarda biz çalışırıq ki, Azərbaycan dövlətinin bu və digər dövlət qurumlarının, xüsusilə də bu artıq qanunvericilikdə geniş artıq yazılıbdır, kritik informasiya infrastrukturu sahəsində çalışan insanların yetişməsi üçün çalışırıq ki, xarici təcrübəni onlarla bölüşək. Mən çox sevinirəm ki, bugün Azərbaycanın bu sahədə kritik informasiya infrastrukturu sahəsində kifayət qədər çalışan güclü mütəxəssisləri var. Bu məni çox sevindirdi. Yeri gəlmişkən bu yaxınlarda böyük bir konfransda iştirak edərkən bu sahədə təqdimat məni çox sevindirdi. Yəni Azərbaycanın hal-hazırda bu sahədə çalışan kifayət qədər güclü peşəkarları müasir texnologiyadan istifadə etməklə Azərbaycana qarşı olan həm dövlət kritik informasiya mərkəzlərinə qarşı, həm də özəl sektora qarşı olan təhdidlərin mübarizə aparmaq üçün geniş və müasir texnologiyalardan geniş istifadə olunur. Amma eyni zamanda biz Azərbaycandan kənarda yaşayan Azərbaycanlı olaraq çalışırıq ki, daim öz ölkəmizin mütəxəssislərinə qarşılıqlı bir təcrübə mübadiləmiz olsun və həm elmi-texniki sahədə, həm də praktiki sahədə bu təcrübələri bölüşmək üçün Azərbaycanın mütəxəssislərindən çox yaxından çalışırıq. Yeri gəlmişkən mən birinci Avropada yaşayan Azərbaycanlı mühəndislərin birinci forumunun təşkilatçısı olmuşam. Burada süni intellekt mövzusu və kiber təhlükəsizliyi ən öndə gedən mövzulardan idi, ən çox müzakirə olunan mövzular idi. Eyni zamanda İkinci forumumuzda bununla bağlı geniş müzakirələr oldu və mən Azərbaycanın Kiber Təhlükəsizliyi Assosiasiyasının Diaspor ailəsinin üzvü olaraq böyük bir fəxrlə o tədbirdə iştirak elədim. Eyni zamanda bir təqdimatım oldu. Müasir texnikada insan tanıma metodları, empatik texnologiyalarla bağlı bir böyük təqdimatım oldu və çox sevinirəm ki, platformada ailənin üzvü olaraq mənim də o təqdimatda danışdığım fikirlər platformasında, Kiber Təhlükəsizliyi Assosiasiyasının platformasında, onlayn platformasında bölüşüldü. Hər zaman Azərbaycandan kənarda yaşayan mütəxəssislərimiz Azərbaycanlılarla bərabər işləməsi üçün istər bu peşəkar mühəndislər olsun, istər yeni hal-hazırda yetişən tələbələr olsun, mütəxəssislər olsun, daim həvəsdəyik, daim bizim motivasiyamız çox yüksəkdir ki, öz təcrübəmizi Azərbaycanda olan mütəxəssislərlə bölüşək. Bununla bağlı bizim təbii ki, özümüzün proqramları var. Gələcəkdə biz bir çox Azərbaycan universitetlərinə qarşılıqlı işləmək üçün yeni bir layihəmiz var. Bu bir neçə dövlət müəssisəsinin dövlət xətti ilə Dünya Azərbaycan Alimlər Cəmiyyəti və Azərbaycan Diasporaları üzrə Dövlət Komitəsinin xətti ilə xaricdə müəyyən böyük bir mühəndislərimizin qurduğu cəmiyyətlərlə qarşılıqlı əlaqə yaratmaq üçün bir böyük bir körpü yaratmağı düşünürük. Çox maraqlı sualdır. Təbii ki, mən görüşə gələrkən bu mövzu barədə çox düşündüm. Hansı əməkdaşlıq imkanlarımız var? Bu hansı formada mümkündür? Yeri gəlmişkən artıq mən
dəfələrlə bunu qeyd elədim və çox sevinə-sevinə hər zaman qeyd edirəm ki, bizim xaricdə təhsil almış, bitirmiş və eyni zamanda dünyanın ən qabaqcıl şirkətlərində çalışan çox güclü azmanlı mühəndislərimiz var. İnformatika sahəsində çalışan mühəndislərimiz var. Və bu mühəndislərin böyük bir communityləri var. Mən o communitynin aktiv üzvlərindənəm, təvazökarlıqdan bir qədər uzaq olmasın. Berlin şəhərində bizim 30-dan artıq ən yüksək vəzifələrdə çalışan, hətta federal təhlükəsizlik sahəsində, maliyyə təhlükəsizliyi sahəsində çalışan bizim azmanlı mühəndislər var. Mənim çox yaxın əlaqələrim var onlarla. Mən dəfələrlə onlarla bu mövzuda danışmışam ki, bizim Azərbaycan Kiber Təhlükəsizliyi Assosiasiyasına və bu qurumla bağlı digər cəmiyyətlərə, dərnəklərə hansı bir formada dəstək verə bilərik. Təbii ki, çoxlu bir xoş xəbərlərim var ki, biz Avropada olan bizim community'mizlə hansı bir formada Azərbaycan Dövlət Kiber Təhlükəsizliyi Assosiasiyasının əməkdaşlığı ola bilər. Eyni zamanda bu bir qədər məxfi sahə olduğuna baxmayaraq, amma müəyyən qədər əməkdaşlığımız olacaq və mən inanıram ki, bu eyni zamanda bizim Azərbaycanda bu sahədə inkişafına töhfə verəcəyimiz əsas mövzulardan biri olacaq və mən düşünürəm ki, bu gün bu mövzu ilə bağlı bu sahənin rəhbər şəxsləri ilə, bu sahəyə məsul olan şəxslərlə bir neçə təklifim olacaqdır. Ümid edirəm ki, məhsuldar bir görüş olacaqdır və biz yaxın illərdə qarşılıqlı əlaqələrimizi inkişaf etdirmək üçün, qarşılıqlı işləməmiz üçün çox gözəl bir ortaq nöqtəmiz olacaq.